30 illik bir təcrübədir. 30 il ərzində çox hadisələrin şahidi olmuşuq və burada çox insanların minnətdarlığı var. Amma çətinliklər də var. Həkim kimi uzun və çətin bir yol keçmisiniz. Maraqlıdır, bu yolda sizi daha çox nə müşayiət edib? Həyatın çətinlikləri, yoxsa şəfa verdiyiniz insanların minnətdarlığı? 30 illik bir təcrübədir. 30 il ərzində çox hadisələrin şahidi olmuşuq və burada həm insanların minnətdarlığı da var, çox insanların minnətdarlığı var. Amma çətinliklər də var və negativlər də var. Amma özünüz bildiyiniz kimi bir negativ 100 dənə minnətdarlığa məhv eləyə bilər. Ona görə də həkim o qədər diqqətli olmalıdır, o qədər öz üzərində işləməlidir ki, negativlərin sayı az olsun. Ona görə dünya statistikasında əməliyyatlarla bağlı ağırlaşmaların sayını deyirlər ki, 3-5% ağırlaşma normal sayılır. Yəni, hər bir cərrahın əlində ağırlaşma ola bilər və o 3-5% ola bilər. Yəni, kimsə deyirsə ki, mənim əlimdə ağırlaşma olmayıb, deməli o heç əməliyyat eləməyib. Yəni, bu cür düşünmək olar. Amma həyatda çoxlu hadisələr baş verir. Bu 30 ildə də təcrübəmizdə çoxlu hadisələr baş verib. Həm negativ, həm müsbət, həm minnətdarlıqla hər şey görmüşük. Təcrübəmiz bunlara hamısından keçmişik.